Salam uşaqlar. Bu günləri biz bu videoda həndəsən əsas anlayışlarının ardını keçəcəyik. Keçən dəfəki videoda biz qaldıq 95-də. 95-də 97-dən yeni mövzu başlayırdı deyə ona görə yarıda saxladıq. İndi isə həmin o mövzunu izah edeyim və testlərin ardını işləyək. Bunları mən sizə uzun-uzadı, yəni izahını verməyəcəm, amma qayda şəklində verəcəm sizə ki, qayda şəklində bunları əzbərləyiz. Baxın, birinci tutaq ki, başlayaq bunun qaydasından. Bura n bucağı olsun, bu x bucağı olsun, bu da n bucağı olsun. Buradan x-i tapmaq üçün n bucağı ilə n bucağını toplayıb 180 dərəcəni çıxmalısınız. Yəni bunun qaydası bu. Əzbərləyin. İzahını da belə verə bilərdim, amma istəmirəm, yəni çox uzatmaq. Bu şəkillər ki, bu yanda onsuz da ona oxşar şəkillər gələcək, orada izah edərəm. Sonra bunlar qaydadır. Bunları yazın. Sonra ikinci şəkil, tutaq ki, belə 98-in şəklinə oxşayan bir şəkil çəkəcəm. Belə bir şəkil olanda görürsünüz, paralellik var. Yəni bunlar paralel düz xətlərin qaydasına əsaslanır. Çarpaz bucaqlar, sonra daxili bir tərəfli bucaqlar, uyğun bucaqlar keçmişdik. Bax, həmin mövzuya əsaslanır bu da. Bu tərəf bununla paraleldir. Burada görürsünüz, bu bununla paraleldir. Bu onu kəsən üçüncü bir düz xətdir. Burada da bu kəsən üçüncü bir düz xətdir. Buna əsaslanır. Məsələ elədikcə onları bir də açıqlamasını tam verərəm. Hələlik qayda verirəm. Demək, bu x-dır. Məsəl üçün, bu m-dir, bu n-dir. M bucağı olsun. Buradan da x bucağını tapmaq üçün n bucağından m-i çıxmalıyıq. Bucaq işarələrində yazmıram ki, biraz qarışmasın bir-birinə. X bərabərdir, n çıx m. Baxın, bu daha kör bucaqdır da, bundan böyükdür. Bu itidir, bu kördür, böyükdür. Bu daha böyükdür. Böyükdən kiçiyi çıxmalısınız da, yəni belə yadda saxlayın. Çöldəki bucaq böyükdür, içəridəki bucaq balacadır. Böyükdən kiçiyi çıxırsınız, buradakını təpə bucağını tapırsınız. Üçüncü qayda. Üçüncü qayda, bax, budur. Görürsünüz, m hərfinə oxşuyur, belə baxanda. Burada bu m hərfinin ucları yadınızda saxlayın. Baxın, bax, bu ucundakı bucaqlar bərabərdir ortadakı bucağından. Cəmi, yəni bərabərdir buna. X, yəni bərabərdir bu ucların cəminə. M üstə gəl, n-ə. Bu qaydaları dəftərinizə yazın. Sonra başqa nə var burada? Dördüncü karandaş ucuna bənzəyən bir şəkildir. Baxın, bunu yəni buradan elə uzatsaydı, baxın, karandaş ucuna oxşuyurdu. Baxın, fərqi yoxdur. Yəni bunlar eyni, hamısı eyni şeyə gəlib çıxır. Burada da karandaş ucunda, baxın, uclarının cəmi 360 dərəcədir. Bu olsun, tutaq ki, x, bu olsun y, bu olsun z. Məsəl üçün, nə istəyirsiniz adlandıra bilərsiniz, təki qaydanı düzgün yadda saxlayın. Bu da bərabərdir 360 dərəcəyə. Yəni, üçünün cəmi 360 dərəcədir. Hələlik ki, bu 4 dənə qayda. İndi keçək testlərə. Qalmışdıq 97-də. Baxaq 97-yə indi. 97-də bizə verilib, baxın bu şəkil. Biz indicə bunun qaydasını verdik sizə. Dedik ki, buradakı x bucağını tapmaq üçün nə edirdik? Şəkli çəkməyə ehtiyac yox idi da, sizə görə çəkdim. Demək, x bərabər idi. Nəyə? Buradakiləri toplayırdıq, çıxırdıq 180 dərəcəni. Bu da bərabərdir. 125-in üstünə 110 gələndə eləyəcək 235, 180-ı da çıxanda eləyəcək 55 dərəcə. 97-də cavab 55 dərəcə B variantı. Baxaq 99-a. 99-da bizə deyir ki, OC tən böləndir. Bucağın tən böləni bucağı tən bölür. Ağzımızda deyirik tən bölən. Bucağı tən bölür. Tutaq ki, 100 dərəcədirsə bucaq, ona 50-50-yə bölür. 30 dərəcədirsə 15-15-ə bölür. İndi bucaq deyir A, O, B 130 dərəcədir.
130 dərəcədirsə, onda tən bölür də onu. AOC-ni istəyir bizdən. Baxın, AOC, yəni bu bucağı istəyir. Onda nə edirik? 130-u bölürük 2-yə. 130 bölünsün 2 bərabərdir 65 dərəcə. Cavab A variantı 65 dərəcə. Baxaq 101-ə. 101-də bizə deyir ki, 160 dərəcəyə bərabər bucağın tərəfləri arasından keçən şua bucağı 2/3 nisbətində bölür. Bayaqları bu tip məsələlərdən elədik. Yəni ki, bu bucağı 2/3 nisbətində bölürsə, yəni 2K üstə gəlsin 3K bərabərdir 160 dərəcə. 5K bərabərdir 160 dərəcə. K bərabərdir 160-ı 5-ə bölürük, eləyəcək 32 dərəcə. 32 daha doğrusu. Bu bucaqların fərqini tap. Biri 2K'dır, biri 3K'dır. Fərqini 3K'dan 2K'nı çıxaram, taparam K, 1K. 1K da elə 32-dir də. Cavab elə 32 dərəcə. C variantı. Baxaq 103-ə. 103. Yerim çatmayacaq, başqa vərəq götürüm. 103. 103-də bizə deyir ki, kör bucağın daxilindən biri kör bucağın tənböləni, digəri isə kör bucağın tərəflərindən birinə perpendikulyar olan iki şua çəkilmişdir. Bu şuaların əmələ gətirdiyi bucaq kör bucaqdan 8 dəfə kiçik olarsa, kör bucağın dərəcə ölçüsünü deyir, tapın. Demək, burada uşaqlar, kör bucağın deyir daxilindən biri kör bucağın tənbölənidir. Bir dənə kör bucaq çəkirik. Baxın, bu bizim kör bucağımız. Deyir, kör bucağın daxilindən bir dənə tənbölən çəkirik. Baxın, bucağı tənbölür. Sonra deyir ki, digər isə kör bucağın tərəflərindən birinə perpendikulyar olan iki şua çəkilmişdir. Baxın, perpendikulyar olan, yəni üstə gələ oxşasın, yəni bu 90 dərəcə. Birini də belə çəkəcəm, bura perpendikulyar olan, birini də belə çəkəcəm, bu da 90 dərəcə. Baxın, bunu ilə bu 90 dərəcə, bunu ilə də bu 90 dərəcə. Bu tənbölən olduğu üçün uşaqlar, onda bunların məsafələr bir-birinə bərabərdir. Yəni, bu məsafə, bura, buna bərabərdir, bu balaca yerə. Bu bursu da, bu da buna bərabərdir. Ona görə bura 1x qoyuram, burada x qoyuram. Bunlar eynidir. Bununla da bu eynidir. Bu da deyir ki, bu şuaların əmələ gətirdiyi bucaq kör bucaqdan 8 dəfə kiçikdir. Bu şuaların, yəni bunu deyir, bu bucaq kör bucaqdan 8 dəfə kiçikdir. Onda demək, belə yaza bilərəm də, y üstəgəl y eləyər 2y. 2y-i 8-ə vursam kör bucağa bərabər olar. Kör bucaq neçə dərəcədir? X üstəgəl y üstəgəl y üstəgəl x. Yəni 2x üstəgəl 2y. Bax, kör bucaqdan 8 dəfə kiçikdir. Bir dənə bu tənliyi qururam. Bir də qururam ki, burada bizə deyir ki, perpendikulyar. Perpendikulyar yəni 90 dərəcə ilə gətirir də. Baxın, 90 dərəcə nəyə əmələ gətirir? Y, x. Yəni 2y üstəgəl x da mənə verir 90 dərəcə. Baxın, bu sistem tənliyi eləyəcəm. Burada 2y-i 8-ə vuranda eləyəcək 16y bərabərdir 2x üstəgəl 2y. Buradan da 2y üstəgəl x, əvvəlcə qoy 2y atın bu tərəfə, olsun 16y çıx 2y, eləyər 14y bərabərdir 2x. Buradan da hər biri 2-yə bölünər, x bərabərdir 7y olar. Buradakı x-in yerinə aparıb 7y qoyacam. Yazacam 2y üstəgəl, baxın əvəz etmə eləyirəm. 7y bərabərdir 90-a. 9y bərabərdir 90 dərəcəyə, y bərabərdir 10 dərəcəyə. Demək, y-i tapdım. Y-i tapandan sonra x-i də taparam. Amma məndən nə soruşur? Elə kör bucağın dərəcə ölçüsünü istəyir. Kör bucağı istəyirsə, kör bucaq bu x-i də tapmalıyım, y-i də ki, hamısını toplayım da. Y-i tapmışam, gedirəm x-i də tapmağa. Baxın, burada qoyacam yerinə, rahat tapacam. Burada qoyacam. Baxın, 10. X bərabərdir 7 vur 10, 70. X-i də tapdım. X 70-dir. Y 10'dur. Burada da 2 dənə x var. Kör bucaqda 2 dənə y var. Onda 70'in üstünə 10'u gələcəm. Vuracam 2.
bərabərdir 80 vur 2 160 dərəcə. 103-də cavab 160 dərəcə A variantı. Gəldik 105-ə. 105. 105-də bizə baxın necə şəkil verib. Bu şəkildə həm bax karandaş ucuna oxşayan hissə var. Sonra həm də başqa nə var? Başqa heç nə. Sadəcə biz bunu bir dənə də başqa bir qayda ilə eləyə bilərik. Gəlin bir dənə də belə bir qayda verim sizə. Demək, baxın, belə bir şəkil olduqda, bax, buradakı künclərin cəmi bərabərdir, bax, buna. Yəni, alfa bərabərdir, alfa üstəgəl 35 üstəgəl, alfa üstəgəl 10. Yəni, belə yaza bilərik bunu. Yazıram ki, 105. 105-də, baxın, alfa bərabərdir, bu bərabərdir. Bu üstə gəlinsin, bu. Alfa üstə gəlinsin 35, üstə gəl alfa üstə gəlinsin 10. Belə yazsaq, yox, burada üzürlü sayın, bunu düz yazmadım. Burada belə yazacağıq. Bərabərdir alfaya yox, bunların cəmi bərabərdir x-a. X-a. Baxın, yəni ortadakı bərabərdir bu qıraqdakıların cəminə. İndi x buradan bərabərdir nəyə? Alfa üstəgəl alfa 2 alfa 35 üstəgəl 10 eləyir 45. Demək, x buna bərabərdir. Burada da alfa ilə x bir-biri ilə necədirlər? Qonşu bucaqlardılar. Demək, onda mən alfanı birinci tapmaq üçün nə etməliyəm? Elə bir alfa ilə x bir-birinə qonşu olduğu üçün cəmləri 180 dərəcədir, düzdür? Baxın, bu sistem tənliyi eləməliyəm. Elə bir burada x-in yerində 2 alfa üstəgəl 45-dir. Aparıb, bax, burada qoyacam yerinə. Alfa üstə gəlinsin. X-in yerinə, bax, oturduram 2 alfa üstəgəl 45-i. Bərabərdir 180 dərəcə. Buradan da alfa üstəgəl 2 alfa eləyər 3 alfa bərabərdir. 180-dan 45-i çıxaram 135 dərəcə. Alfa bərabərdir 135-i də 3-ə bölərəm, eləyər 45 dərəcə. Demək, alfanı tapdım 45 dərəcə. Bu məndən amma soruşur x-i. X-i də tapmaq üçün aparıb qoyuram yerinə. Alfa ilə x-in cəmi 180 deyildi. X da nəyə bərabər olar onda? 180 dərəcə çıxılsın 45 dərəcə bərabərdir 135 dərəcəyə bərabər olar. Baxaq 107-yə. 107-də də bunlar ancaq sistem tənliklə həll olunur uşaqlar. Baxaq 107. 107-də baxın, bunlar bir-birinə qonşudur. Mən bu qonşuları yaza bilərəm ki, 7 qız üstəgəl alfa bərabərdir 180 dərəcə. Baxın, bunu belə yazdım. Burada da yenə də bayaqki qaydadır. Baxın, fikir verin, biz bayaq nə edirik? Bununla bunu, yəni buradakiləri toplayıb bərabər elədik buna. Burada da 7x-la 3x-i toplayıb bərabər eləyəcəm 150-yə. 7x-la 3x-i toplayıb bərabər eləyəcəm 150-yə. Elə buradan x-i tapa bilərəm. 10x bərabərdir 150, x bərabərdir 150-ni 10-a böləndə 15. Aparıb x-in qiymətini, baxın, burada qoyacam yerinə ki, alfanı tapım. Baxın, 7 vur x-in qiyməti 15, üstə gəl alfa bərabərdir 180 dərəcə. 7 vur 15 eləyər 105 dərəcə, üstə gəl alfa bərabərdir 180 dərəcə, alfa da bərabər 180-dan 105-i çıxanda eləyər 75 dərəcə. Məndən nəyi soruşurdu? Elə alfanı soruşurdu. Alfa 75 dərəcə, C variantı. Baxın, diqqətlə həllinə necə yazdıq. Aha, keçdik 109-a. 109. %9'da bizə belə bir məsələ verilir. Alfa paraleldir yenə də B-yə, A daha doğrusu paraleldir B-yə. Paraleldirsə yenə də paralellik qaydalarından istifadə edəcəyik.
biz paralel düz xətlərdə keçmişdik. Çarpaz bucaqlar, daxili bir tərəfli bucaqlar. Baxın, elə şəkil üzərində eləyəcəm bunu. Bu 70 dərəcədirsə, yəni bunlar paraleldirsə, onda bu paralellərin arasında qalan bucaqlar necə bucaqlar idi? Daxili bir tərəfli bucaqlar. Bu 70-dirsə, bu 110 dərəcədir. Baxın bura. Bu 110-dursa, bu da bu ilə qarşılıqlı bucaqdır. Onda bu da 110 dərəcədir. Bu da balaca üçbucaqdır. Üçbucağın bucaqlarının cəmi 180 dərəcədir. Onda bu 110, bu da 40. 110 üstünə 40, 150. 180-dan da 150-ni çıxaram. Bu rampa ilə nə qalar? 30 dərəcə. Cavab A variantıydı. A variantı. Gəldik 111-ə. 111. 111-də bizə belə bir şəkil verib. Bunu da burada eləyəcəm. AOC-dən, baxın diqqətlə, AOC çıxılsın AOB. Yəni bundan bunu çıxanda 40 qalır. Belə çıxır ki, onda bunu qoş şəklini çəkim, kitabın üstündə işləməyim. Baxın, A, O, B, C. Deyir AOC-dən, bu bucaqdan AOB-ni çıxanda 40 dərəcə qalır. Onda belə çıxır ki, bax, bura X-mış, burada X üstəgəl 40-mış. Çünki deyir 40 dərəcə qalır da, bundan bunu çıxanda 40 dərəcə qalır. AOC-dən COB-ni çıxanda, COB buradır. AOC-dən, yəni bundan bunu çıxanda isə deyir 20 dərəcə qalır. Belə çıxır ki, bu bundan 20 dərəcə böyükdür. Əksinə götürsək, bu bundan 20 dərəcə balacadır. X üstəgəl 40-dan 20 çıxsam, X üstəgəl 20 qalar. Demək, burada X üstəgəl 20-dir. Bu tam bucağı əmələ gətirir. Baxın, dairə əmələ gəldisə tam bucaqdır. Demək, onda 3 dənə bucağın cəmi indi neçə olacaq? 360 dərəcə olacaq. X üstə gəlinsin 40. Üstə gəlsin X. Üstə gəlsin X üstəli 20 bərabərdir 360 dərəcəyə. X elədi 3x. 40 üstəli 20 elədi 60 bərabərdir 360 dərəcə. 3x bərabərdir 360-dan 60-ı çıxaram eləyər 300 dərəcə. X bərabərdir 100 dərəcə. Demək, mən AOB-ni indi istəyirəm tapım. AOB. AOB-də elə 1x idi. 1x-də onda elə cavab 100-dür. Bunu soruşsaydı AOC 100-ün üstünə 40 gələcəkdim. Bunu soruşsaydı 100-ün üstünə 20 gələcəkdim. Cavab C variantı 100 dərəcə. Baxaq 113-ə. 113-də bizə nə deyir? Deyir ki, 113. 113-də deyir ki, belə verib bizə paralellikdir yenə. Baxın diqqətlə. Bax, burada M hərfi görsənir uşaqlar. M hərfin qaydasını vermişdim sizə. Baxın M. M-nın uclarının cəmi bərabər idi buna. Burada bir ucu X-dir, bir ucu yoxdur. Amma bu var da, bu da bu ilə qarşılıqlı bucaq deyil ki, qarşılıqlı bucaqlar da bərabərdir axı. Demək, onda bura 30 dərəcədirsə, elə bu da 30 dərəcədir. Onda 30-un üstünə neçə gəlsək 75 eləyər. X-i tapmaq üçün nə edirik? 75-dən çıxırıq, 30-u bərabərdir 45 dərəcə. Demək, cavab 45 dərəcə A variantı. Gəldik 115-ə. 115. 115-də bizə nə deyir? Deyir ki, yenə də baxın, M hərfi görsənir. Aha, görsənir. M hərfi görsənirsə, M-nın uclarının cəmi buna bərabərdir, düzdür? Elə şifahidir. 40 üstəgəl 35, 75. Cavab C variantı. Gəldik 117-yə. Kitabın üstündə uşaqlar işləyiblər, yazırlar. Yox, biz də belə baxaq. Demək, baxın burada. Burada biz M hərfi də görürük. Sonra burada karandaş ucu da görürük. Fikir verin. M hərfi görürüksə, birinci M hərfindən də başlaya bilərik. Amma burada bir dənə baxın, burada X-i tapmaq çox rahatdır. Bunlar necə bucaqlardır bir-birinə? Qonşu bucaqlardılar. Bunu ilə bunun cəmi nədir? 180 dərəcədir. Burada amma görə bilmirəm, yəqin ki, bu üstə gəldi. Qaralayıblar üstünü. Demək, yazıram onda. 3x çıx 1, üstə gəlinsin. 8x üstə gəl 5. 8x üstə gəl 5. Yəqin ki, üstə gəl olar inşallah. Bunların cəmi nədir? Qonşudular bir-birinə. 6 düz xətdirsə demişəm sizə qonşudular. Demək, bərabərdir 180 dərəcəyə. Baxın, bunu əldə edəcəm indi. Bərabərdir 180 dərəcəyə. 3x üstə gəl 8x. Yanında x olanları bir toplayırıq. -1 üstə gəl 5 eləyir müsbət 4.
bərabərdir 180 dərəcə. 11x bərabər 180-dan 4-ü çıxırıq 176 dərəcə. X bərabərdir. Bunu da böləndə eləyər 16. X-in qiymətini tapdıq 16. İndi bu da bizdən soruşur ki, birinci həmişə soruşulana baxın. Baxın soruşulana. Deyir bizə ki, bucaq BCD. BCD. Yəni bax buranı istəyir bizdən bunu. Bunu da bilmək üçün biz nəyi bilməliyik? M hərfinin uclarını bilməliyik. Burada x-in qiymətini yerinə qoysaq m-nın ucunun birini tapmış oluruq. Gəlin qoyaq. 3 vurulsun 16. X-in qiyməti 16 idi. Çıx 1. 48 çıx 1 elədi 47. Bir ucunu tapdıq. Getdik bir ucunu tapmağa. Bu da buna ilə qonşu deyil, uşaqlar. Qonşudular da. Yəni bunu tapsam, x-in qiyməti var da məndə. Bunu qoyacağam yerinə, bu bucağı tapacağam. Qonşudular deyə 180-dan da bunu çıxıb bunu tapacağam. Baxın, 9 vurulsun 16, çıxılsın 7 bərabərdir. 9 16-ya vuranda 144, 144-dən 7 çıxanda 137 dərəcə. Bura 137-dirsə, 180-dan da 137-ni çıxaram, eləyər 43 dərəcə. Demək, m-nın bir ucunda tapdım neçə dərəcə? 43 dərəcə. Demək, bir ucu m-nın 47 dərəcə oldu, biri də 43 dərəcə oldu. Onda 47-nin də üstünə 43-ü gələrəm, taparam C bucağını, yəni içəri tərəfi 90 dərəcə. Cavab oldu 90 E variantı. Aha, baxaq 119-a. 119-da da bir belə qayda deyim sizə, qeyd edin qayda dəftərinə. Üzü, bax, loru dildə desək, üzü bu tərəfə, yəni sağa baxanların cəmi bərabərdir sola baxanların cəminə. Baxın, necə yazacağım indi onu. Demək, baxın, 119. Sağa baxanlar hansılardır? T, 50, 40. T, üstə gəl 50, üstə gəl 40. Bərabərdir sol tərəfə baxanların cəminə. 45 sola baxır, bu tərəfə baxır. X da bu yana baxır. Bərabərdir 45 üstə gəlinsin X-a. Bu da bizə deyir ki, X çıx T fərqini tapın. Yazıram T üstə gəl 50 üstünə 40-ı gələndə 90 dərəcə bərabərdir 45 üstə X. X çıx T-ni istəyirsə T-ni aparacam bu tərəfə. Onda yazıram 90, 45 gəlir bu tərəfə, çıx 45, bərabərdir. T keçir bu yana, olur X çıx T. Oldu X çıx T bərabərdir. 90-dan 45-i çıxdım, elədi 45 dərəcə. Cavab A variantı 45 dərəcə. Baxaq 121-ə. %121. 121-də bizə deyir ki, ədəd oxu üzərində A və B nöqtələri təsvir olunmuşdur. B nöqtəsinin dir koordinatını tapın. A və B nöqtələri təsvir olunubsa, biz bunları necə tapaq? B nöqtəsinin koordinatını necə tapaq? Baxın, aradakı məsafəni 8 verib bizə fikir verin. Aradakı məsafə nədir? Yəni, buradan bura qədər məsafə 8-dir də. Yəni, bu 3x-dısa koordinatı, bu x-dısa, yəni 3x-dan x-i çıxanda eləyir 8. 2x eləyir 8, x bərabərdir 4. Yəni, x budur. Demək, A bura 4 nöqtəsi imiş. Bu da 3 vur 4, 12 nöqtəsi imiş. Vəssalam, B nöqtəsi neçə imiş? 12, B variantı. 3 vur 4, 12. Baxaq 123. 123. 123-də bizə deyir ki, kör bucağın daxilindən çəkilən şüa onu fərqi 30 dərəcə olan iki bucağa ayırır. Baxın, bax, kör bucağın daxilindən bir dənə şüa çəkilir. Bu şüa deyir ki, onu fərqi 30 dərəcə olan bucaqlara ayırır. Yəni, biri x-dır, məsəl üçün, biri x üstəl 30-dur. Fərqi 30 dərəcə. Bu bucaqlar 2/3 nisbətindədir. Demək, onda bu 2K-dır. Burada 3K-dır. Bu da 3K-dır. Demək, x 2K-dır. Belə yazaq. Bu da 3K-dır. X üstəl 30-da, yəni böyük 3K olar da, kiçiyi bu olar. Baxın, yenə də sistem tənliyə əmələ gəlir. X 2K-dır. Düzü aparıb x-in yerinə qoyuram 2K. 2K üstə gəl 30 bərabərdir 3K. 30 qalsın bu tərəfdə, çünki 2K-dan 3K-nı çıxanda mənfi eləyir deyə gəlin bunu bu tərəfə daşıyaq. 3K çıx 2K.
3K'dan 2K çıxanda eləyər K bərabərdir 30 dərəcə. Məndən nə soruşur? Deyir ki, kör bucağı tap. Bu 3K idi, bu da 2K idi. 3K'nın üstünə 2K gələndə 5K eləyər. Bütün bucaq, kör bucaq 30 dərəcə, 5K'dır. Yəni 30 dərəcə də bizim K'mızın qiymətidir. Yəni 5 vur 30 bərabərdir 150 dərəcə. Demək cavab oldu 150 dərəcə. B variantı. Gəldik 125-ə. 125. 125. 125-də bizə baxın necə şəkil verib. Paralel düz xətlər verib. Paralel düz xətləri kəsən üçüncü bir düz xət verib. Aha, buranı 40 dərəcə verib. Bura 40-dırsa, uşaqlar burada 40-dır da, düzdür. Qarşılıqlı bucaqlar daxı bir-birinə. Bu alfa ilə də bu alfa üstə gəl 40. Yəni bu bütün böyük bucaq. Daxili bir tərəfli bucaqlardır. Cəmləri nəyə bərabərdir? 180-da. Demək, onda bizim bax, bir dənə diqqətlə baxın, kitab əslində yazmaq istəmirəm, məcbur yazdım. Demək, alfa üstə gəl 40-dır bu bütün bucaq. Bu da alfa. Daxili bir tərəfli bucaqlar olduğu üçün cəmi neçə dərəcə oldu? 180 dərəcə oldu. 2 alfa bərabərdir 180-dan 40-ı çıxarıq 140 dərəcə. Alfa bərabərdir 70 dərəcə. Bu da soruşur ki, alfanın hansı qiymətində bu düz xətlər paraleldir? Mən də sizə demişdim, paralel düz xətlərsə daxili bir tərəflər 180 olur cəmi. Paralel olmasa olmaz. Bu da 70 dərəcədə paralel olur. Cəmi 180 olmuş olur. Ona görə də alfanın 70 qiymətində C variantı. Gəldik 127. 127. 127-də bizə deyir ki, şəkildə A, O, D. Diqqətlə baxın. 150 dərəcədir. OB perpendikulyardır OD. Perpendikulyardırsa, yəni burada 90 dərəcə işarəsi var, düzdür? OS isə OS AOD-nin tənböləndir. Gəlin şəkli burada çəkim, kitabı qaralamayın. Baxın, OS, yəni bax bu, deyir tənböləndir. Tənbölən neyinir? Bucağı yarı bölür. Baxın, bucağı yarı bölür. Bu da deyir perpendikulyardır. B'dir bu da A'dır. Bu da D'dir. Perpendikulyardırsa, yəni belədir. 90 dərəcədir, yəni bura. Demək, onda belə eləyək də. Deyir, AOD də 150-dir. 150-dirsə, 150 neynir? Bax, yarı bölür də. Tənbölən onu yarı böldü. 150-ni bölərik 2-yə, eləyər 75. Demək, bu bucaqların hər biri, bax, yəni bu. 75 dərəcədir. Bax, bu da 75-dir. Bu da 90-da axı. Onda buranı tapmaq üçün neyniyərəm? 90-dan 75-i çıxaram, qalar 15 dərəcə. Düzdür. 15 dərəcədirsə, bu da bütün 75 olmalıdır. Onda 75-dən də 15-i çıxaram, bax, burada qalar 60 dərəcə. Çatırmı? Diqqətlə baxın. İndi bizdən soruşur nəyi? BOS. BOS. Balacanı soruşur. BOS. Neçə dərəcə oldu? 15 dərəcə. Cavab B variantı. Gəldik 129-a. 129. %29'da yenə də baxırsınız M hərfidir. M hərfidir, sonda x-in yerinə nə olacaq? Şifahi tapaq. 70-dən 20 çıxacaq, 50 dərəcə oldu C variantı. Gəldik 131-ə. 131-də bunlar necə bucaqlar bir-birinə? Qonşu bucaqlar. Deyir ki, AOB, yəni bu bucaq, çıx BOS, bu bucaq 140 dərəcə. Yəni demək, fərqi 140 dərəcədir də bunların. Fərqi 140-dırsa, cəmləri də 180-dır. Yəni biri x-ısı, fərqi 140 nə deməkdir? Sizə sözlə də verə bilər bunu, belə şəkildə də verə bilər. Fərqi 140 dərəcə nə deməkdir? Yəni biri x-ısı, biri də x üstəl 140-dır da. Cəmləri də nə qədərdir? 180 dərəcədir. 131. Burada demək 2x bərabərdir. 180-dan 140-ı çıxarıq eləyər 40, x bərabərdir 20 dərəcə. Demək, olarsa deyir AOB-ni tap. Biz AOB-ni x üstəl 140 işarə eləmişdik də, çünki o böyükdür. Ağzı böyük olursa x üstəl 140-dır. 140-ın da üstünə 20-ni gələrəm.
eləyər 160 dərəcə. Yəni bucağın biri bu idi. Çaşdırmayın uşaqlar. Biri bax burada x-dır. Bu da x üstəyə 140-dır da. Çünki bundan bunu çıxanda 140 qalırsa, demək AOB böyükdür də. BOC-dən 140 dərəcə. Cavab 160 dərəcə. E variantı. Gəldik 133-ə. Aha, 133. 133-də bizə nə deyir? 133. 133-də bizə deyir ki, baxın belə şəkil verib. Bu şəkildə bizə deyir ki, BC perpendikulyardır DE. BC perpendikulyardır DE. Yəni bununla bu perpendikulyarlar. Bura 80 dərəcədir. Bura 145 dərəcə. Alfanı soruşur bizdən. Alfa da buradadır. Bir dənə baxın uşaqlar. Mən bu şəkili burada çəkim ki, kitabın üstündə eləməyim. Baxaq. Şəkil belədir. Bu deyir perpendikulyardır. Buna, yəni bunu belə uzadanda bu buna perpendikulyar olur. Yəni bura 90 dərəcə olur. Bura deyir 145-dir. Bura 80 dərəcədir. Burada biz bunu belə eləsək, uşaqlar, baxın belə eləsək, karandaş ucu olur bura, düzdür. Karandaş ucunda cəmi nə idi? 360 dərəcə idi. Burada alfadır. Bu da alfadır. Aha, indi biz nə edək? Biz belə bir şey yaza bilərik. Məsəl üçün, mən bunu elə buradan bura uzadıram. Buradan bura uzatsam, məsəl üçün, bunun qonşusunu tapmış olaram. Düzdürmü? Başqa cür də eləyə bilərik bunu. Başqa cür də eləyə bilərik. Ən rahatı belə eləyə bilərik. Bir dənə baxın, mən bunu belə uzadacağım bura. Baxın, uzadıram. Bunu da belə uzadıram. Baxın, belə daha rahatdır. Demək, bura 80-dırsa, bunu ilə bu necədirlər bir-birinə qonşudurlar da. Demək, bura 100 dərəcədir. Burada mən düz xət çəkdim axı, onda bura 90 oldu. Onda 90 oldusa 145-dən 90 çıxaram 55. Demək, bax, bura 55 dərəcə oldu, bax, bu çıxılıyır. Bu da üç bucaqdır da. Üç bucağın bucaqlarının cəmi 180 olmur. 100-ün üstünə 55 gələrəm 155. 180-dan da 155-i çıxaram, eləyər 25. Babır oldu 25 dərəcə. Bu da, baxın diqqətlə, bu tərəflə, bu tərəf, bura. Paraleldirlər də bir-birinə. Demək, onda bu alfa ilə 25 dərəcə daxili bir tərəfli bucaqlar deyil ki, onda 180-dan da 25-i çıxaram. Alfanı taparam da. Çünki ikisinin cəmi 180 olmalıdır 25-dən alfanın. Bu da eləyər 155 dərəcə. 155 dərəcə. Bu da alfa 133-də cavab. D variantı 155 dərəcə. Yəni belə şəkillərdə özünüz istədiyiniz kimi uzadıb paralellər yarada bilərsiniz. Bu şəklə gətirmək məqsədi ilə, yəni biz keçmişik iki paralel düz xətti kəsən, üçüncü bir düz xətt. Aha, baxaq 135-ə. Nə qədər testdir bu? 155-ə qədərdir. Elə bunu 155-ə qədər tamamlayaq. %135-də baxırıq yenə. Baxın, karandaş ucu. Amma buna bayaq bir dənə qayda verdim sizə. Dedim ki, bunların cəmi buna bərabərdir. Belə bir qayda da verdim bayaq sizə. 135. 135-də demək x üstəgəl y 64-ə bərabərdir. 64-ə bərabərdirsə, onda x bərabərdir 3y-dir verib də mənə. X bərabərdir 3y. Baxın, əvəz etmə eləyək də. X-in yerinə burada gedək 3y qoyaq. Yazaq ki, 3y üstəgəlsin y bərabərdir 64. 4y bərabərdir 64. Y bərabərdir 16. Y-i tapdım 16. Bax, burada qoyacam yerinə. Bax, 16. 3 vur 16. Nəyə tapacam? X-i. X bərabərdir 3 vur 16. 48. Nə soruşur mənə? Y-i deyir tap. Elə Y-i tapmışdım. 16 dərəcə. X-i soruşsaydı, X-i tapmışdım. A variantı 16. Gəldik 137-yə. 137-də, baxın diqqətlə, 137. 137-də də yenə də həmin qayda, yenə də 3 alfa üstəgəl 5 alfa bərabərdir. 3a yazım qoy. 3a üstəgəl 5a bərabər nəyə? 120-yə. 8a bərabərdir 120-yə. A da bərabərdir. 120 böl 8 eləyər 15.
Demək cavab B variantı 15. 139 karandaş ucudur. Baxın diqqətlə. Baxın karandaş ucu. Karandaş ucunun cəmləri nə idi? 360 dərəcə idi. Demək 139-da nə edəcəyik? 360-dan çıxacaq. 125 üstə gəlinsin 130-u. Bu da bərabər olacaq nəyə? 125-in üstünə 130 gələndə eləyər 255. 360-dan da 255 çıxanda eləyər 105 dərəcə. Cavab B variantı 105 dərəcə. Gəldik 141-ə. 141-də yenə də karandaş ucu 360-dan 90-dan 140-a çıxacaqsınız. Özünüz taparsınız. Gəldik 143-ə. 143-də baxaq diqqətlə x bucağını istəyir məndən, bunu istəyir. Mən də bir-bir bunların hamısını gərək tapım. Baxın, bu burada qonşu bucaqdır. Bax bura. Gəlin şəkli qoy çəkim kitabın üstündə eləməyək. Demək belə bir şəkildir. Bura bettadır. Bu bettadır. Bu deməkdir ki, eyni olmağı. Yəni bu ilə bu eyni dərəcədirlər. Bu alfadır, bu da alfadır. Bunlar da yəni eynidirlər bir-biri ilə. Bura 130-dur. Bu 130-sa bu bunun qonşusudur da. Demək onda 50-dir. 180 olur qonşular. Bu x-dır. Məndən x istəyir elə. Bunların dördünün daha doğrusu cəmi neçə dərəcədir uşaqlar? Düz xət verir axı mənə dördünün cəmi. Baxın, bu üstəl, bu üstəl, bu üstəl, bu eləyir düz xət, yəni 180. Onda yazıram ki, beta üstə gəl beta, 2 beta, alfa üstə alfa, 2 alfa. Yəni bunların cəmi 180-dır. Hər biri 2-yə bölünür, olur beta üstə alfa bərabərdir 90 dərəcə. Hər birini 2-yə böldüm. Demək, alfa ilə betanın cəmi 90 dərəcədir. Bura onda 90 dərəcəli bucaqdır. Bu da 3 bucaqdır. 3 bucaqdırsa, onda bu 50-dir, bu 90-dır. Elədi 140 dərəcə. 140 dərəcədirsə, onda buranda payına nə qaldı? Elə 40 dərəcə. Yəni 3 bucaqların cəmi 180 olmalıdır. Bu da onun qonşusudur. Onda bu da 140 dərəcədir. Çünki 180 olmalıydı. Qonşudular. Cavab 140 dərəcə. 143-də A variantı. Gəldik 145-ə. 145-də bizə deyir ki, OS şüası AOB iti bucağının tənbiləni olarsa, COB bucağı aşağıdakilərdən hansı ola bilməz. Aha, baxaq. AOB iti bucaqdır. Baxın, AOB iti bucaqdır. OS şüası AOB, bir dənə baxın, AOB. OS şüası bunu bölür. Demək, böləndə, tənböləndə də böldü yarıya. Böləndə uşaqlar, iti bucağı yarıya böləndə, iti bucaq özü 90 dərəcədən kiçikdir axı, düzdür. 90-dan kiçikdirsə 90-ı 2-yə böləndə, daha doğrusu elə yazaq yaxşı, 90-ı 2-yə böləndə 45 eləyər. Bunlar da ən azından 44 olmalıdırlar. 45-45 olsa gərək düz bucaq olaydı da. 90-dan kiçikdir. 90-dan kiçikdirsə demək ən azından 44 tam ədədlə götürsək 44 olmalıdır. Yəni 44-dən kiçik ədədlər olmalıdır. COB bucağı deyir neçə ola bilməz, hansı ola bilməz. Təbii ki 44-dən böyük ola bilməz. Çünki elə də kör bucağı gəlib çıxa bilər. 44-dən böyük burada nə var? 52. 52 ola bilməz. Gəldik 147. Baxaq 147-yə. 147. 147-də bizə baxın, bunu perpendikulyar işarəsi verib. Yəni bura 90 dərəcədir. Bura 126 dərəcədir. Baxın, onda bu da 90-dır da. Bax bura. Yəni düz xəttlərdirsə burada 90-dır. 126 burayla necə bucaqdır? Bax burayla. Necə bucaqdır? Qarşılıqlı. Qarşılıqlı bucaqdırsa, onda demək bu da 126-dır. Onda mən 126-dan buranı 90-a çıxsam, alfanı tapmış olaram. Demək 126 çıxılsın, 90 bərabərdir 36 dərəcə. Cavab E variantı. E. Gəldik 149-a. 149. 149-da bizə verib belə bir şəkil. Çəkəcəm şəkli.
Belə, 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 belə. Aha. Demək, bura 125 dərəcə. Deyir bizə ki, qoy adlarını da yazım. A, B, C, D, Y, F. Deyir ki, bucaq CDE. Tapırıq şəkildən. CDE. Bax, söhbət bundan gedir. CDE bərabərdir BCD, BCD. Yəni bu üstə gəlsin 10 dərəcə. Yəni deyir ki, bu bucaq bundan 10 dərəcə böyükdür, onu demək istəyir. Yəni BCD-nin üstünə əgər 10 gələndə CD-yə bərabər olubsa, onda belə çıxır ki, BCD balacadır da 10 dərəcə. 10 dərəcə gələndən sonra buna bərabər olur. Demək, onda bu x-dırsa, bu x üstə gəl 10-dur. Yəni bundan 10 dərəcə böyükdür. Bizdən nə soruşur? D, Y, F, F. D, Y, F. Bucaqların adlarını düz oxuyun, düz tapın. Bunu istəyir bizdən. Baxın, burada bir Y yazacağım. Çünki burada X istifadə eləmişəm. Bunu istəyirəm mən, Y. Gedək tapaq. Bu da, bax bu. Diqqətlə baxın, paralelləri biri var bizə. YF paraleldir KL. Burada yox, üzrlü sayın 149-da. 149-da bax, verib bizə AB paraleldir YF. Bu paraleldir YF. Yəni paralellik əlamətindən asılıdır bu məsələlər hamısı, paralellikdəndir. Aha. İndi mən bunu belə uzatmaq istəyirəm. Bir dənə baxın diqqətlə. Bax, mən bunu uzatmaq istəyirəm. Uzatsam nə olar? Baxın, uzatdım. Uzatdım. Belə daha rahat olur. Baxın. Bax, indi bu üçbucaq alındı da. Üçbucağın bucaqları 180-dır. Bunlar bir-birinə qonşudur. 180-dan 125-i çıxaram, eləyər 55 dərəcə. Bura 55. Bu x üstə gəl 10 idi. Bu x üstə gəl 10-dursa, onda belə eləyək bunu. Gəlin belə eləyək. Bu y-dirsə, bizə lazım idi buranı tapmaq. Buranı bilsəydim 3-nün cəmini 180 eləyərdim. Amma indi görək başqa cür necə eləyək. Bu y-dirsə, bu da y-dir. Çünki çarpaz bucaqlar bir-biri ilə. Sonra bir də başqa cür necə eləyərik? Bunlar da bir-birinə paraleldir. Fikir verin, bu paraleldir buna. Bu buna paraleldirsə, onda 125 dərəcəli bucaqla bu y bucağı bir-biri ilə uyğun bucaqlar düşür. Demək, y-in qiyməti 125 dərəcə olur. Burada düzdür, paralellik əlamətini də verməyib. Yəni, bunun buna paralel olmalı. Amma burada mütləq paralel olmalıdır. Cavabda da 125 yoxdur. Qoy bu məsələyə bir də baxaq. Bu məsələdə uşaqlar biraz elə bir ki, səhvlik var. O şərt verilməyibdir. Amma cavab elə 125 dərəcədir. Yəni, burada 135 var. Cavab elə 125 dərəcədir. Məsələdə səhvlik var. Baxaq 151-ə. 151. 151-də baxın tam bucaqdır. Tam bucağı nə idi? 360 dərəcədir. Yəni dairə formasında veribsə, demək tam bucaqdır. Cəmi 360-dır. Demək burada birinci buradan başlayaq. X üstə gəlinsin 110. Üstə gəlinsin x çıx 10. Yəni, bax, bunların cəmi neçə dərəcədir? 360 dərəcədir. X üstəl x 2x. 110 çıx 10 eləyəcək 100 dərəcə bərabərdir 360 dərəcə. 2x bərabərdir 360-dan 100-ü çıxarıq 260 dərəcə. X bərabərdir 130 dərəcə. Demək, burada biz x-i tapdıq. İndi bizdən alfanı istəyir. Alfanı istəyirsə, onda mən gedib tapa bilərəm. Bir dənə baxın, fikir verin uşaqlar. Bu x-i mən tapdım 130. Bu bucaqla, baxın, bu bucaq, balaca. Bunlar nədir? Daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 olduğundan 180-dan 130-u çıxıb, buranı balaca yeri 50 tapıram. Bu da 50, bir də bu hissə bir yerdə. Hamısı 3-ü bir yerdə. 360 dərəcə eləyəcək, düzdür? Demək, x üstə gəlinsin 20-dir, 120 deyil. X üstə 20, üstə gəlsin alfa, üstə gəlinsin bu çıxılı yeri tapdıq. Yəni, dairə əmələ gəlməlidir. Dairə
biz buranı tapdıq 50 dərəcə. Üstü 50 bərabərdir 360 olmalıdır. Demək onda indi buradan da həll edirik. X-in qiymətini 130 tapmışıq. Qoyuram yerinə. Baxın 130. 130 üstə gəl 20, 150, 150 üstə gəl 50, eləyir 200. Alfa üstə gəlinsin 200 bərabərdir 360 dərəcə. Alfa bərabərdir 160 dərəcə. Məndən də soruşurdu alfanı. Alfa oldu A variantı 160 dərəcə. İndi gəldik 153-ə. 153. 153-də bizə belə bir şəkil verib. Şəkli çəkəcəm çünki kitabın üstündə işləməyək. Şəklin üzərində işləyəndə daha rahat olur. Baxın, bu bizim şəklimiz. Belə. Şəkli çəkəndə biraz da iri çəkin ki, elə çox rahat işləyəsiniz. Aləm qarışmasın bir-birinə. Demək, buranı verib 70 dərəcə. Sonra bu bucaqların üstündən görürsünüz necə xətt çəkib. Yəni, bunlar eynidir dərəcələri. Yəni, bu bucaqla, baxın, bu bucaq eynidir. Buna da görürsünüz 90 dərəcənin işarəsini qoyub. Yəni, bura 90 dərəcədir. 90-a oxşamır, düzdür. Amma 90 dərəcənin işarəsidir, səhv eləmirəmsə. Bir dənə baxaq. BC paraleldir YF. BAD görürsünüz bu bucaq deyir DYF-ə. Buna bərabərdir. Bucaq ADY. ADY 70 dərəcədir. Olarsa şəklə əsası ABC-ni tapın. Bu düz bucağa oxşuyur məncə. Düz bucaqdır. ABC-ni istəyir bizdən. Yox, düz bucaq olsaydı işarəsi, onda onu istəməzdi. Elə girdədir, mən görürəm kör bucaq daxı bu. Bunu istəyir bizdən. A, B, C. Bucaqların adları ilə düz tapın bucağı. İndi gəldik bunu eləməyə. Bunlar paraleldir bir-birinə. Bunlar paraleldirsə, onda belə bir şey eləyə bilərik. Gəlin, buna da bir Y qoyuram, buna da bir Y qoyuram. Çünki bu bucaqlar eynidir bir-birinə. Eynidirsə, mən bunu belə yaza bilərəm onda. Buna bir rahat yol seçək. Demək, burada sistem tənlik qura bilərik. Biraz mürəkkəbliyi artırılmış olacaq sizin üçün, amma eyb yox. Demək, buradan bir paralel düz xətt keçirdərəm. Baxın, bir paralel düz xətt keçirdim. Məsəl üçün, belə. Bu bucaqla bu bucaq bir-biri ilə necə bucaqlardır? Daxili bir tərəfli bucaqlar. Demək, onda bura 180 çıxılsın X-dir. Bax, bu bucaq. Sonra gəldik indi nəyə? Bu Y-dirsə, bu da 180 çıxılsın. Y-dir, bura. Sonra buradan da belə eləyə bilərik. Paraleli əslində buradan da çəkə bilərdim. Bu daha rahat olardı məncə. Bu bucaqda, burada, bura balaca yer. Buranı buradan yazım yerim yoxdur. 180 çıx, 180 çıx qız və yaxud da elə X sözü də ola bilərdi. Uyğun bucaqlarda. Uyğun bucaqlar. Baxın, bura X-dırsa, baba bu içəridəki bura qalıb. Bu Y-dir. Y buradır. Bu çıxılı yer burada X-dir. Bax, bura, bu bucaq. Demək, onda bu bucaq X-dir. Burada da dördbucaqlıdır, fikir verin. Bu dördbucaqlıdır. Dördbucaqlının bucaqlarının cəmi 360 dərəcədir. Yəni, X üstə gəlinsin Y, üstə gəlinsin 70, üstə gəlinsin 180 çıx Y bərabərdir 360 dərəcəyə. Buradan da Y-lər gedər. X üstə gəlinsin 70 üstə 180, 250 bərabərdir 360 dərəcəyə. X bərabərdir 110 dərəcəyə. X-i tapdıq 110 dərəcədirsə, onda demək X 110-dur. Onda bura 110-u yerinə qoysaq, bura 70 dərəcədir. Bax, bura 110. Məndən nə soruşurdu 153-də? Bucaq ABC-ni. Bunu soruşurdu. Elə X istəyirdi də. Bunu istəyirdi. Elə cavab 110 dərəcə B variantı. Gəldik 155-ə. Nəhayət sonuncu. 155. 155-də bizə deyir ki, iki düz xəttin kəsişməsindən alınan bucaqlardan, iki düz xəttin kəsişməsindən alınan bucaqlardan ikisinin cəmi digər bucaqların birinə bərabərdir. İkisinin cəmi onda söhbət bunlardan gedir də. Çünki bu ikisinin cəmi 180 eləyir axı yan-bayan. Necə başqasına bərabər ola bilər ki? Bu ikisinin cəmi dir buna bərabərdir. Yəni bu X-ısa bu da X-dır. Qarşılıqlı bucaqlarda bərabərlər bir-birinə axı. Onda bunun da cəmi bura olacaq 2X. Buna bərabərdir. Deyir bu düz xətlər arasındakı iti bucağı tap.
Bax, bunu istəyir. Yəni x istəyir. X burada iti bucaqdır. Bu ondan 2 dəfə böyüksə, yəni kör bucaqdır. Baxın, bu ikisini bir yerdə nə əmələ gətirir? Açıq bucaq. Yəni 2x üstəlik x qonşu bucaqlardır. Yəni 180 dərəcə. 3x bərabərdir 180 dərəcə, x bərabərdir 60 dərəcə. İti bucaq x neçə dərəcə imiş? 60 dərəcə imiş. D variantı. Demək, həndəsənin əsas anlayışları mövzusunu uşaqlar bitirdik. İnşallah ki, bunların teklərini mən yazdım, cütlərini də siz işləyərsiniz. Gələn dərslərdə görüşənədək.